çox hərbi xidməti başa vurmuş şəxslər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bəs təlimlərə çağırılan şəxs bundan boyun qaçırsa və getməsə onun hansı cəza gözləyir? Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədəddinov mətbuat azın sorğusuna cavab olaraq bildirib ki, bu halda vətəndaş ilkin olaraq İnzibati Xətalar Məcəlləsinin 606-cı maddəsinin 606.3-cü bəndinə əsasən cərimələnir. Çağırışçıların və hərbi vəzifəlilərin bu məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzürlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Bu tədbir nəticə vermədikdə bu halda vətəndaş Cinayət Məcəlləsinin 321-ci maddəsinə cinayət məsuliyyətinə cəlb edilir deyə Sədəddinov əlavə edib.